Elə bir insanı itirmişik ki, Azərbaycan xalqı üçün böyük bir itkidir, Azərbaycan mədəniyyəti üçün. Burada son mənzildir. Hər birimizin sonu buradır. Görürsənmi? Allah cəmi müsəlmanlara rəhmət eləsin. Vallahi bir-birinizə pis olursunuz, pis yedirsiniz, bir-birinizə ayaq qazısınız, yaxşılıq eləmirsiniz, insanlara yaxşıların ayağını qazısınız və yaxud düşünürsünüz ki, yəni bu dünyanı tutub durun, yox, hamımız, ən yaxşı insanların da, ən tanmış insanların da sonu qara mənzildir, torpaqdır. Heç birimizə heç nə aparmayacaq. Ona görə bacardığımız qədər xalqımızın, millətimizin, dövlətimizin, yaxşılarımızın yanında olmalıyıq. Baxırsan ki, biri gedir bir xaricə başlayır orada pisləməyə, ora pisdir və yaxud xaric belədir. Valla öz millətimizin, öz xalqımızın bir vətəndaşı dünyadakı bütün xariclərdən dəyərlidir. Ona görə dəyər verin, yaxşıları bax, itirən bugün indi dəfn olacaq, baxın, bəlkə minlərlə insan gələcək. Yaxşının qədrini, insanların qədrini elə dirikən bilmək lazımdır. İnna lillahi və inna ileyhi raciun. Allahdan gəldik, ona dönəcəyik.